Salam əziz izləyicilər. Bugün biz cümlə haqqında ilkin məlumat alacaq və cümlənin məqsəd və intonasiyaya görə növlərini öyrənəcəyik. Cümlə nədir? Ərəb sözüdür. Mənası hamısı, yekun, belə demək olar da bütöv mənasındadır. Bəli, cümlə bütövlük bildirir. Və tərifi də belədir. Bitmiş fikir ifadə edən sözə və ya söz birləşməsinə cümlə deyilir. Sözdən ibarət ola bilər, səhərdir, gecədir. Söz birləşməsindən də ibarət olar, sinif rəhbəriyəm. Eləcə də bir qrup sözlərin və söz birləşmələrinin birləşməsindən də ibarət ola bilər. Fərz edək ki, atam öz qardaşını görən kimi sevindi. Cümləyə xas olan əlamətlər nədir? Birincisi, bitmiş fikir ifadə etməsi. İkincisi, mütləq cümlədə bitkinlik intonasiyası olmalıdır. Fərz edək ki, sinif rəhbəri heç bir bitkinlik yoxdur. Sinif rəhbəriyəm deyəndə burada artıq bitkinlik var. Belə deyirlər, cümlədə mütləq predikativlik, xəbərlik olmalıdır. Əlbəttə, azıq cümlələr burada istisna təşkil edir. Ona görə də cümlə ya hər hansı bir hərəkət haqqında, iş haqqında məlumat verir, məsəl üçün təyyarə uçdu, eləcə də hər hansı bir hökmü bildirir. O məlumatdır. Cümlə xas olan əlamətlərdən biri də orada mütləq müəyyən münasibətin ifadə olunmasıdır. Və nəhayət cümlə mütləq müəyyən cümlə üzvlərindən, ən azı bir cümlə üzvündən ibarət olur. Cümlənin biz danışarkən fikrimizi başlasına çatdırmaq üçün mütləq nitqin ən kiçik vahidi olan cümlədən istifadə edirik. Ya nəyisə xəbər veririk, hansısa məlumatı çatdırırıq, ya nəyisə soruşuruq, ya nəsə buyururuq, sərəncam veririk, əmr edirik, göstəriş veririk və nəhayət müəyyən hiss həyəcanlarımızı da ifadə edə bilər. Cümlənin məqsəd və intonasiyaya görə 4 növ var. Nəqli cümlə, sual cümləsi, əmr cümləsi, nida cümləsi. Məqsəd əsaslı intonasiya. Biz hər hansı bir cümləni işlədərkən mütləq müəyyən məqsəd bilirik. Və bu məqsədə görə intonasiyanı seçirik. Nəqli cümlə. Hər hansı bir məlumatı verən cümlə, xəbərsiz cümlə. Məsəl üçün, yağış yağdı, külək əsir, bacı fabrikdə işləyir, elm insanı ucaldar və s. Uşaqlarda belə bir təsəvvür var ki, yalnız müəyyən xəbəri verəndə, müəyyən məlumatı verəndə bu nəqli cümlə olur. Mənə təsadüf edir. Məsəl üçün, bitmiş bir fikir ifadə edən sözə və ya söz birləşməsinə cümlə deyilir. Soruşanda ki, məqsəd və intonasiya görə növü nədir? Qalır. Yadda saxlayaq ki, bu cümlələrdən müxtəlif üsullarda istifadə oluna bilər. Elmi üsulda istifadə olunursa, bu da nəqli cümlədir. Bunlar adi intonasiya ilə deyilir və cümlənin sonunda bir qayda olaraq nöqtə vurulur. Sual cümləsi. Nəyisə öyrənmək, nəyisə soruşmaq, nəyisə dəqiqləşdirmək məqsədi ilə işlətdiyimiz cümlələrə sual cümlələri deyilir. Sual cümlələri necə yaranır? Birincisi, yalnız sual intonasiyası ilə. Sual intonasiyası necə ifadə olunur? Belə cümlələrdə adətən sonuncu heca, məsəl üçün, məşqə gedəcəksən, sonuncu hecadakı sahib müəyyən qədər adi normaldakından uzadılır. Məşqə gedəcəksən, atan həkimdir,
sonuncu ecə mütləq uzadılır. İndi az və ya çox dərəcədə bu baxım hər kəsin o intonasiya imkanları. Dilimizdə bu sual cümlələrindən daha çox istifadə olunur. İkincisi, sual ədatları ilə. Biz bilirik ki, bəs, məgər, yəni və s. bu kimi sual ədatları var. Və bu sual ədatları da cümlədə sual mənasını, sual intonasiyasını qüvvətləndirir. Qardaşını gözləmirsən, bəs qardaşını gözləmirsən, artıq burada bəs ədatdır. Mən yazmalıyam, mən yazmalıyam. Deməli, burada həm sual intonasiyası, həm də sual ədatı olur. Çox zaman burada da adətən sonuncu heca uzadılır. Məsəl üçün, mən yazmalıyam, bəs qardaşını gözləmirsən, yəni bunlar ikisi də özünü ifadə edə bilir. Sual əvəzləri. Sual əvəzləri məlumdur, artıq onların növlərini keçmişik. Cümlədə sual əvəzləri işlənilir. Kim gəlmək? Qardaşın harada müəllimdir? Dilimizdə suallar çoxdur, mən kimin, nə yazmışam, aydındır, nə vaxt, hara gedəcəksən və s. Bu cümlələrlə, bu cümlə ilə bunların fərqi nədir? Sual əvəzliklərlə yanında həmişə vurğu, məntiqi vurğu sual əvəzinin üstündə olur. Cümlənin harasına gəlməsindən asılı olmayır. Və belə cümlələrə hə, yox, bəli, xeyr və s. sözlərlə cavab vermək olmur. Mütləq sual əvəzli hansı cümlə özü yerində işlənibsə, onunla da cavab vermək. Kim gəlmək? Həsən gəlmək mütləq. Qardaşın harada işləyir? Qardaşın məktəbdə işləyir. İndi gəlin ki, yuxarıdakı cümlə var. Məşqə gedəcəksən? Hə, yox, bəli, xeyr, əlbəttə, sözsüz. Sual. Belə sual cümlələrinə həm ədatlarla, həm də sözlərlə cavab vermiyor. Hətta bəzən videolarla cavab vermiyorlar. Atan həkimdir, əlbəttə. Eləcə də sual ədatı. Bəs qardaşını gözləmirsən? Gözləyirəm, əlbəttə gözləyirəm. Mən yazmalıyım, hə, və s. Deməli, bu cümlələrdə hə, yox, bəli, xeyr və s. kimi cavab vermək olmur. Lakin sual intonasiyası və sual ədatı ilə olanlar o cür cavab vermək olur. Bütün sual cümlələrinin sonunda bir fayda olaraq sual işarəsi qoyulur. Bəzən elə olur ki, bir cümlədə həm sual əvəzli, həm də sual ədatı işlənir. Məsələn, bəs qardaşın harada qoyulur? Burada bəs ədatdır, harada isə sual əvəzlidir. Hər ikisi işlənir. Və yaxud, axı niyə gecikir ki, həm sual əvəzli işlənir, həm də ədat işlənir. Belə sual cümlələrinə kompleks sual cümlələri deyilir. Necə yaranmasına asılı olmayaraq, bunların hamısında sual intonasiyası az və ya çox dərəcədə iştirak edir. Dilimizdə bəzi elə cümlələr işlənir ki, bunlar cavab tələb etmir. Ədəbiyyatda bunlara biz bəlli sual deyirik. Elə sadəcə elində bunlara ritorik suallar deyilir. Məsəl üçün, mən heç gecikərəm, bu cavab tələb etməyən cümlələrdir. Nə oldu, Paşinyan? Belə cümlələrə, belə sual cümlələrin ritorik suallar deyilir. Nəqli cümlələr və sual cümlələri həm ismi xəbərli, həm də fiil xəbərli ola bilər. Və nəqli cümlə fiilin əmr şəklində ola bilməz. Bunu yadında saxlayın. Amma sual cümləsi əmr şəklində ola bilər. Bəs bunu kim yazsın? Əmr cümlələrinin xarakteri cəhəti rahatdır. Bu cümlələr üçün xas olan əsas cəhət fiilin əmr şəklində işlənməsidir.
Deməli, bu cümlələr heç zaman ismi xəbərli ola bilməz və feilin də yalnız əmr şəklində işlənilir. Köməkçi vasitə kimi əmr ədatları iştirak edə də bilər, etməyə də bilər. Çəkici ver, sakitlik gözləyin, qoy bacın da gəlsin, burada ədatda iştirak et. Belə cümlələr əmr, xahiş, nəsiyyət, tövsiyə, ondan sonra göstəriş, sərəncam, bəzən arzu, qoy bacın da gəlsin. Əslində, burada əmr mənasından çox xahiş mənası var. Əmr cümlələrinin sonunda nöqtə işarəsi qoyulur. Deməli, əmr cümlələri ancaq feil xəbərli ola bilər. Uşaqların çaşdığı, uşaqlar bir şeylə çaşırlar ki, bunlar əmr şəklində olduğuna görə onlara elə gəlir ki, sual cümləsi əmr şəklində ola bilməz. Yadda saxlayın, yalnız nəqli cümlə əmr şəklində ola bilməz. Sual cümləsi əmr şəklində ola bilər. Mən danışım, əmr şəklində, sual cümləsi. Və nəhayət nida cümlələri. Nida cümlələri nədir? Hiss, həyəcan ifadə edən cümlə. Əgər biz cümlə deyərkən hissimizi, həyəcanımızı, yəni sevincimizi, təlaşımızı, qorxumuzu, kədərimizi və s. axır ki, ifadə ediriksə, belə cümlələr nida cümlələr adlanır. Qarabağ Azərbaycandır. Bax, bu dəmir yumruğu görsünlər. Burada ədat işlənir, burada isə heç nə işlənmir. Belə cümlələrdə adətən nidalar daha çox işlənir. Ura, qələbə çaldıq, ayrılar könül canından Azərbaycan, Azərbaycan nida cümləsidir. Nida cümlələrində nida adətləri və nidalar daha çox işlənir, daha çox bilmir. Uşaqlar çox zaman bir məsələni başa düşə bilmirlər. Məsələn, işıqlar yandı, baxıb nəqli cümlədir. İndi belə təsəvvür edək. Oturub bir filmə baxırıq, işıqlar sönüb və birdən işıqlar yanır. Kimsə həyəcanla necə deyəcək? İşıqlar yandı. Deməli, işıqlar yandı. Özünün xarakterinə görə nəqli cümlə olsa da, burada hiss həyəcan ifadə etdiyinə görə artıq o nida cümləsi hesab olunur. Və yaxud işıqlar yandı, adi halda soruşanda bu sual cümləsidir. Yoldaşın biri oradan soruşur, işıqlar yandı, artıq bu hiss həyəcan ifadə edib nida cümləsinə çevirir. Və yaxud kimsə artıq özündən gelibsə, biri qışqırır, işıqlar yandı. Deməli, istər nəqli cümlə, istər sual cümləsi, istər əmr cümləsi hiss həyəcan ifadə edəndə nida cümləsinə çevirir. Nida cümləsinin sonunda bir qayda olaraq nida işarəsi qoyulur. Və nəhayət, burada bir şey daha aydınlaşdırır. Nida işlənəndə həmişə nida cümləsi olur mu? Xeyr, ola bilər ki, nida işlənməsin. Bax, sən də gəldin, nida cümləsi deyil. Çünki mən burada hiss həyəcanı ifadə etmirəm. Yəni, nidanın işləndiyi bütün cümlələri nida cümləsi hesab etmək düzgün deyil. Və nəhayət mən bir duruş əsasında danışmam. Sual bildirən cümlələr hiss həyəcan ifadə edəndə onun sonunda göstərilir ki, həm sual işarəsi nida, həm də nida işarəsi sual qoyula bilər. Mənim fikrimə görə əslində qalanda sual, nida qoyulması daha məntiqlidir. Çünki bu sual mənası bildirir, hiss həyəcan ifadə etdiyinə görə nida cümləsinə çevrilir. Hər halda bunların hər ikisi işlənilir. Bugünkü dərsimiz bu qədər. Əgər mənim izahımı bəyəndinizsə, bəyənmə işarəsində vurun. Yaxşı olar ki, videoları paylaşın. Bu daha çox adama çatsın, daha çox adam faydalana bilsin və kanalıma abunə olun. Növbəti görüşənə qədər.